Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Lənkəran Peşə Liseyi də yenidən qurulur. Burada hazırlanan ixtisaslı mütəxəssislər regionun sosial-iqtisadi inkişafına böyük töhfələr verə biləcəklər. Keçmişəm tərifini, bir mərkəb maddələrin mühərrirlərində nədir əsasları? Cənub bölgəsində bir ali təhsil ocağı, bir neçə kollec fəaliyyət göstərsə də, yüzlərlə tələbəni ondan çox peşəyə yiyələndirən Lənkəran Peşə Liseyi də öz uğurları ilə diqqət çəkir. 1969-cu ildə yaradılan Peşə Liseyi işə götürən müəssisələrlə əlaqəli şəkildə işləyir. Bu isə regionun əmək bazarının tələblərini öyrənməyə və iş prosesində nəzərə almağa imkan verir. Hazırda liseydə turizm üzrə İAŞ mütəxəssisi, fermer, xalçaçı, aşbaz, geniş profilli traktorçu, maşınçı, avtomobillərin təmiri çilingəri, qaynaqçı, çilingər santexnik, mehmanxana inzibatçısı ixtisasları üzrə kadrlar hazırlanır. Bəziləri var ki, ali təhsildən sonra müraciət edirlər, çünki əmək bazarına daxil olmaq üçün peşələr ki, dəyişilir, yenilənir. Bu baxımından vətəndaşlarımız daha çox, müxtəlif yaşdan vətəndaşlarımız çox müraciət edir və burada tədricən qadınların da, xanımların da müxtəlif peşələrə müraciəti çoxalır. Turizm yaşı üzrə mütəxəssislik fəndi seçmişəm və bu sahə mənim çox xoşuma gəldi və bizim bölgə Lənkəran bölgəsi turist çox olduğuna görə mən bu ixtisası seçdim və bu sahədə öz karyeramı qurmaq istəyirəm. Qladiatorşünaslıq klubunda çalışıram. Xalçaçılığa böyük həvəsim olur. Artıq bir ilə yaxındır ki, bu sənətin sirlərini öyrənirəm və böyük həvəslə öyrəndiyim sənəti də inşallah ki, öz işlədiyim klubda da gənc nəsli öyrətməyində bir vasitəçi olacağam. Bugün əmək bazarındakı dəyişikliklər peşə təhsilinin əhəmiyyətini daha da artırıb. Amma köhnə maddi texniki baza müasir tələbləri qarşılamağa, yeni ixtisaslar üzrə kadr hazırlamağa imkan vermir. Peşə liseyinin yenidən qurulması bu problemləri aradan qaldıracaq. Tikintiyə 2021-ci ilin iyul ayında başlanılıb. Lisey üçün hər biri 2 və 3 mərtəbəli olmaqla 7 korpus inşa olunur. Ən böyük korpuslardan biri tədris inzibati korpus. 1350 kvadrat metr tikinti altı sahəsi var, 3 mərtəbədən ibarətdir. Artıq orada damı da örtülmüşdür. Daxili kommunikasiya işləri gedir. Yəni elektrika, santexnika və s. işlər gedir. O cümlədən emalatxana laboratoriya korpusu mövcuddur. Həmin korpusda da damlar artıq bağlanmışdır. Təbii ki, beton işləri tamamlanmışdır tamamilə. Digər korpuslardan kulinariya korpusu mövcuddur. 2 mərtəbəlidir, damı bağlanmışdır. Peşə liseyi üçün 100 nəfərlik yataqxana da tikilir. Bundan başqa müasir tələblərə cavab verən istixana, eləcə də hibrid və elektrik mühərriklə çalışan avtomobillərin diaqnostikası laboratoriyada quraşdırılacaq. Bina yeni tədris ilində müəllim və tələbələrin ixtiyarına veriləcək. Hazırda 300 nəfərin oxuduğu peşə liseyi müəllim və tələbələrin istifadəsinə verildikdən sonra burada oxuyanların sayı 1000 nəfərə çatdırılacaq. Pərvanə Nəhmət qızı, Rövşən Məmmədov, ASTV xəbər.